deyir, o qədər varlı deyiləm ki, ucuz nəsə alım. Bu, ağıllı insanların deyimidir. Həmişə belə olub. Ucuz nəsə alırsansa, tutalım ayaqqabı, ayağında nəsə bir problem yaranır, xəstəlik yaranır, gedib onu müalicə edirsən. Ucuz paltar alırsansa, bədənində allergiya və yaxud da digər dəri xəstəlikləri yaranır, gedib onu müalicə edirsən. Bu xanım da gedib Temudan kiprik alıb. Nəticədə də gözünü əməliyyat eləyib. İndi güya ucuz alıb, biraz öz xərclərini azaltmağa çalışırmış, amma nəticə etibarilə ucuz ətin şorbası. Türkiyədə yaşayan Silmək adlı ilə tanınan sosial media bloqeri onlayn alış-veriş platforması olan Temudan aldığı kosmetik məhsul səbəbilə sağlamlıq problemi yaşayıb. Bloqerin sözlərinə görə Temudan sifariş etdiyi süni kiprik yapışdırıcısı göz nahiyəsində ciddi infeksiyaya səbəb olub. İnfeksiya əvvəlcə sadə bir absə kimi, yəni bədənin hər hansısa bir yerində toplanan irinli boşluqla başlayıb. Lakin istifadə etdiyi dərmanlara baxmayaraq sağalmayıb və nəticədə infeksiyaya çevrilib. Daha sonra irinli nahiyə həkim müdaxiləsi ilə götürülüb. Bloger yaşadığı bu çətin təcrübəni izləyiciləri ilə bölüşərək Temudan alınan məhsulların təhlükəli ola biləcəyinə diqqət çəkib. Qeyd edək ki, bu Temu platformasında satılan məhsulların keyfiyyətsizliyi ilə bağlı yayılan ilk şikayət deyil. Sosial şəbəkələrdə bir çox istifadəçi platformadan aldıqları məhsulların sağlamlıq və təhlükəsizlik baxımından uyğun olmadığını bildirir.